Hüseyn müəllim, istixanalarda ən çox buraxılan agrotexniki səhvlər hansılardır? İstixanalarda ən çox buraxılan agrotexniki səhvlər birinci onun qurulmasındadır. Nəzərə almaq lazımdır ki, istixana qurularkən istixananın uzun tərəfi şimaldan cənuba doğru istiqamətlənməklə salınmalıdır. Bu birinci səhvdir. İkinci səhv, becərmədə, deməli, torpaqda əkilənlərin torpaq analizi aparılmırsa, birbaşa əkilirsə, ikinci səhv budur. Kokobitdə əkiləndə qeyri-normal, deməli, gübrə normalarının düzgün hesablanmaması və bitkiyə vaxtaşırı verilməməsi budur. Dördüncü səhvi isə becərmə zamanı əlavə olaraq bitkinin yarpaq qoltuğunda olan biclərin vaxtında vurulmaması, suvarma normalarının düzgün aparılmaması. Bütün bu əməliyyatların qeyri-düzgün aparılması sonda fermerlər üçün böyük məhsul itkisinə səbəb olur. Bu da iqtisadi tərəfdən ümumi ölkə üçün ziyanlı bir hadisədir.